Salam, hər vaxtınız xeyir. Bu dərsdə broker şirkətləri haqqında danışmaq istəyirəm. Bundan öncəki dərslərdə qısa olsa da məlumat vermişdim. Bu dərsdə daha detallı bir neçə broker şirkətləri və hesablar haqqında məlumat verəcəm. TradingView ilə tanışlıq dərsində burada trading panelində all brokerlərin içində göstərmişdim ki, TradingView ilə inteqrasiya edilə bilən brokerlər bunlardır. Azərbaycanda bir çox broker var. Azərbaycan brokerləri də var. Hər bankın deməli brokeri var. Mən Azərbaycan brokerləri ilə işləməmişəm heç vaxt. Çünki spreadləri və komissiyaları heç uyğun deyil. Yəni çox spreadləri var, çox komissiyaları var. Ona görə Azərbaycanda olan brokerləri ümumiyyətlə məsləhət görmürəm. Bundan əlavə bəzi necə deyim, çox da güvənilir olmayan offshore şirkətlər var ki, offshore nə deməkdir? Sertifikat yox, ona lisenziyası, güclü lisenziyası olmayan, adalarda filan açılmış, biraz riskli brokerlər var ki, onlar da necə bilmək olur? ChatGPT vasitəsilə və yaxud online Google-da hər bir şirkətin axtarış eləyəndə neçə ulduz olduğunu görmək olur. Ümumiyyətlə 4.5-dən, 4-dən yuxarı olan brokerlər güvənilir brokerlərdir. Hal-hazırda burada TradingView-nun daxilində inteqrasiya edilə bilən brokerlərin hamısı güvənilə bilir və güclü brokerlərdir. Mən bu brokerlərdən heç biri ilə işləməmişəm. Qoy baxım. Yox, işləməmişəm. Tanıdıqlarım var 3-4 dənə. Mən sizə hansı brokerlərdə hesablarım olub və fərqləri haqqında danışacağım indi. Ümumiyyətlə broker nə deməkdir? İlkin ondan başlayım. Broker deməli ticarətçi ilə, yəni sizlə, mən və yaxud başqa bir ticarətçi ilə bazar arasında əlaqə yaradan bir şirkətdir. Yəni broker daxilində hesab açılır, pulunuz həmin brokerə qoyulur. Həmin hesab məlumatları MetaTrader 5-ə əlavə edilir və MetaTrader 5-də əməliyyatlar açılır. Broker sizin açdığınız əməliyyatları ötürür, deməli həmin dataları ötürür bazara. Sizin bazarla əlaqənizi yaradır, yəni. Və bu əlaqədən pul qazanır. Necə? Komissiya və yaxud da ki, spreadlə. Spreadin və komissiyanın olduğunu bundan öncəki dərslərdə izah eləmişəm. Kimin məlumatı yoxdursa və yaxud da o videoya baxmıbsa, baxa bilər, listə var. Deməli, brokerlər dediyim kimi güvənilir olub olmadığını internetdən araşdıra bilərsiniz. Mən sizə məsləhət görəcəyim brokerlər olacaq. İstəsəz onlarla işləyə bilərsiniz və öncədən də onu demək istəyirəm ki, heç bir brokerlə əməkdaşlığım yoxdur. İnsan, yəni ki, ticarətçi, trader cəlb eləmək niyyətim də yoxdur. Belə. Mən Azərbaycanda ümumiyyətlə çox reklamı olan bir neçə yəni ki, qruplar olsun və yaxud reklamı olsun, Azərbaycan dilində dəstəyi olsun. XM ölkədə biraz məşhurdur. XM-in türk və Azərbaycanca dəstəyi var, problemlərimizi həll eləyir. XM haqqında qoy birinci başlayayım. Deməli, XM-ə girəndən sonra, yəni sayta girəndə mən logout eləyim. Sayta girəndə ilk növbədə XM.com-da adı. Telefonda mobil tətbiq etməsi də var. Yəni kompüterlə girənlər buradan girə bilər, amma application da var. Application-ı yükləyə bilərsiniz. O daha sadədir. Burada biraz sizə qəliz gələ bilər. Girən kimi Start Trading var. Start Trading-i basırsınız. Buradan ilkin qeydiyyat deməli mərhələlərini tamamlayırsınız. Hansı ölkədənsiniz, mailiniz, pasportunuz, registrasiya olursunuz. Hətta İstəyərdim sizə bunu göstərim, prosta temp mail filan tapmalıyım, həm də açıq hesab açmaq istəmirəm indi. Bunları keçəndən sonra ardıcıl orada deməli doldurulması lazım olan hissələr var. Primitiv, sadə bir şeydir, yəni nə yazılıbsa, nə sual verilibsə, onları cavablayırsınız. Hesablar XM-də deməli qoy giriş eləyim. Yox, hardadır? Hesablar ayda məndən indi parol istəyəcək. Çox vaxt gedir. Deməli, hesablar
XM-də iki cürdür: standart hesab və ultra low hesab. Ultra low hesabla standart hesabın fərqi odur ki, misal üçün buradan göstərim. Bu hissədə burada deməli new account var. New account basırsınız, real və yaxud demo. Demo hesabı da buradan aça bilərsiniz. Spreadli falan olur. Yəni özünüzü yoxlamaq üçün XM-in demosunu aça bilərsiniz və yaxud da ki, başqa brokerin və yaxud MetaTrader'in öz demosunu. Deyək ki, demo hesab açırıq. Demo hesab açmaq üçün ilk növbədə hansı platformada işləyəcəyiz onu seçirik. Misal üçün Meta 5. Standart və ultra low standart hesabları var. Bu hesabların fərqi nədir? Standart hesabda deməli 1.6 pips yazılır. Bu deməli cütlüyə görə, pairə görə dəyişir. Bu 1.6 pips nə deməkdir? Yəni ki 16 sent. 16 sent deyirlər, amma 16 sent deyil standart hesabda. Yəni bəlkə başqa pairdə bəlkə 16 və aşağısı var, amma biz qızılda ticarət eləyəcəyimizə görə qızılda standart hesabda spread 40 sentdir, hətta 42-44 arası da dəyişə bilir. Ortalama amma 40 sent nəzərdə tuta bilərik. Ultra low hesabda isə burada bunun yarısı qədər göstərilir. Elə realda da yarısı qədər olur. Yəni 20 sent, 22 sent civarı olur. 0.8 yazmaqlarına baxmayaraq dediyim kimi hər pairdə fərqli olur. Qızılda isə 20 sentdir. Ultra low ilə standartın spreaddən əlavə fərqi odur ki, standart hesabda ilk yatırımlarınız vaxtı sizə bonuslar təklif eləyir. Yatıracağınız məbləğin 100%-ni və yaxud da ki 25%-ni, 20%-ni kimi. Bu yatıracağınız məbləğə görə dəyişir. İlk 500 dollarda deyəsən 100 dollar bonus verilir. 10.000 dollara qədər 20% bonus və s. Bu bonuslar, kampaniyalar dəyişir vaxtları, bəzən çox olur, bəzən az olur, bəzən heç olmur. Standart hesabda dediyim kimi spread var, amma komissiya yoxdur, spreadi çoxdur, 40 sent, yəni qızılda ticarət eləmək üçün çoxdur. Mən sizə daha uyğun brokerləri göstərəcəm və öz strategiyanıza uyğun, ticarət üslubunuza uyğun broker seçimini eləyə bilərsiniz. Ultra low hesabla standart hesab arasındakı fərq budur. Misal üçün ultra low hesabını basırsınız üstünə, əlavə edirsiniz. Bu leverage dərsində izah eləmişdim sizə. Deməli balansınıza uyğun olaraq riskivizə, yəni hansı uyğundursa onu seçirsiniz. Misal üçün bunda gələcək dərslərimizdə balansa uyğun leverage seçimini izah eləyəcəm. Invest amount, deməli investment amount nədir bu? Yatıracağınız məbləğ. Bu demoda. Demoda deməli nə qədər balanslıq hesab demo açırsınızsa onu seçirsiniz. Burada 5 milyona qədər var. Misal üçün 3000 və yaxud 1000 seçə bilərsiniz. Yəni boş-boşuna 100.000 qoyub orada təcrübə eləməniz adı yoxdur. Çünki realist olmaq lazımdır. İlk yatıracağınız məbləğ nə qədərsə o civarda demo hesabı açmağınız daha məntiqlidir. Mini seçirsiniz, adını istəsəz dəyişə bilərsiniz və davam edirsiniz. Password yazırsınız. Ondan sonra onsuz da bitəcək böyük ehtimal. Deməli, həmin hesabı açandan sonra burada bu hissədə hesab haqqında məlumatlar olur. Burada gördüyünüz kimi bu hissədə hashtagdən sonra, yəni deməli 350, 73, 71, 56 yazılan hissə sizin MetaTrader 5-də əlavə edəcəyiniz login olur. Yəni bu kod, yəni burada da göstərim, bu kod sizin logininizdir. Siz hansısa brokerdə açdığınız hesabın logini budur. Parolu isə hesab parolunuz və yaxud da ki hesabı açanda bayaqlar sizə göstərdim, orada parol yazmaq yerində təyin etdiyiniz parolu yazırsınız. MetaTrader-da necə əlavə edilir və MetaTrader haqqında video bundan sonraki videoda telefon vasitəsindən göstərəcəm. İstəsəz burada da kompüterdə də göstərərəm, amma kompüter biraz qəliz gələ bilər sizə və adətən telefonda pozisiyaları açdığımıza görə telefon daha rahatdır. Dediyim kimi login budur, parol təyin etdiyiniz paroldur və MetaTrader 5-ə bunu əlavə edirsiniz. Mən XM-i məsləhət görərdim güvənilir baxımından, yəni pul qoymaq, pul çıxarmaqda problemi olmur, amma spreadi çoxdur. Komissiyası yoxdur, İslamik hesablarda swap yoxdur. Swap nə deməkdir? Swap gecə boyu əməliyyatı saxlamaqdır, yəni gün ərzində intraday deyil də gecələr də əməliyyatın qalırsa, bu ərəfədə təyin olunan belə deyim əlavə tutumdur. Ya sizə verilir, ya sizdən tutulur. O bias elə görə dəyişir və pairə görə, yəni cütlüyə görə dəyişir. A-Market deməli adında bir broker var. Bu brokerin hesabları haqqında ilkin olaraq məlumat vermək istəyirəm. Siyah şəklində göstərim, göstər. Mən yeni hesab necə açım burada? Yükləmək buradan.
İlk növbədə dediyim ki, bu brokerin nə kimi özəllikləri var? Standart brokerdir, Azərbaycan dəstəyi var. Hesabı açan kimi Azərbaycanlı adam sizinlə əlaqə saxlayır. Problemlərinizi həll edir, məlumat verir. Yəni demək olar ki, doğrudan dəstək olur, yanınızda olur. Əlavə burada ticarət analizatoru, nə bilim siqnallar falan şeylər də var. Bunu özünüz girib baxa bilərsiniz. A-Marketdə də həmçinin İslamik hesabı var. Yəni swap free-dir, swap tutulmur sizdən. Hesab açandan sonra onu İslamik edə bilərsiniz. Misal üçün burada demo hesab açaq. Yox, demo hesab açmayaq. Hə, göstərim sizə. Burada A-Marketdə olan hesablar nədir? Standart hesabdır. ECN adında bir hesabdır və zero hesabdır. ECN hesab nədir? Deməli, burada 0 yazılsa da spread 0 yox, birinci standartdan başlayım. Standart hesabda 1.3 deməli, yəni 13 sent göstərir. Təqribi qızılda ilə düzgündür. Yəni standart hesabda qızılda yoxsa yox, ECN hesabda idi. Standartda çıxa bilmirəm, yadımdan çıxıb. Mən onu bilirəm ki, ən uyğunu bu hesab idi. Bu hesabda 0-dan göstərir, amma 0 deyil. Qızılda təqribi 12-13 sent arası spread var və pozisiya başına deməli komissiyası var. Zeroda isə spread 0-dır, yəni bir xətt olur. Əsl bid arasında fərq olmur. Əməliyyata girdiyiniz andan etibarən karda və ziyanda ola bilirsiniz. Bunun deməli qızılda lot başından bildiyim qədərilə 5 dollar 50 sent komissiyası var. Yəni açmağa görə bir lotluq əməliyyatda 5.50 tutulur, bağlayanda 5.50 tutulur. Toplamda 11 dollar komissiyası var hər əməliyyata görə. Bu hesabların sizin üçün ən uyğunluğu hansıdır deyə sual versəz özünüzə, sizin trade eləmə strategiyanızdan asılı olan bir şeydir bu. Yəni əgər scalpersinizsə, tez bir zamanda əməliyyata girib çıxırsınızsa, müəyyən sentlik və yaxud dollarlıq 1-2 dollar arası qazanc əldə edib çıxırsınızsa böyük lotlarla, onda zero hesab sizə daha çox sərf eləyir. Amma pozisiyada uzun müddət qalırsınızsa, həmçinin onda da əslində sərf yox. Zero hesab scalp üçün əlverişli deyil. Yox, scalp üçün əlverişlidir. Başım qarışdı yeməyə. Yoruldum. Arada qalmışdım. Buradan başlayayım mən. Qoy başdan başlayayım. Qoy ticarət hesabı açaq vəbşə daha rahat olsun. Yoxsa niyə burada göstərilmir? Ətraflı məlumat verilməlidir burada. Hardadır bu? Onu tapacağım indi. Ki hansı deməli kreditin dəyişdirilən Hristiyan xidmətlər faydaları. Bu harda deyə bu şey? Harda deyə bu? Şeylər var idi. Yəni ki hansı hesabda necə hətta tapacağım onu. Bayaqdan burada boş-boş vaxt itirirəm. Gir burada vaxt adama deyirlər. Deməli, burada nədir? ECN hesabda 2.5 dollar hər lot başına komissiya hesablayır. Yəni bir lota 5 dollar və çox az bir spreadlə. Burada düzdür 2 sent yazılıb, amma qızılda təqribi 12 sentdir. Standartda isə spread çoxdur. 13 sentdən çoxdur və komissiya filan da yoxdur. Burada amma komissiya var və spreadi azdır. Dediyim kimi 12-13 sent olmalıdır. Zero hesabda ümumiyyətlə spread yoxdur, qızılda da yoxdur. Sadəcə deməli lot başına 5.50 hesablayır, amma qızılda 5.50 hesablamır, daha çox hesablayır. Ortalama 10 dollar açmaq, 10 dollar bağlamaq üçün kimi bir şey olmalıdır təqribi. Yəni toplamda 20 dollar. Yəni əslində bu hesab bir növ XM-in ultra low hesabı kimi bir şeydir. Yəni rasxod baxımından baxsaq. Orada komissiya yoxdur, amma spread var. Burada spread yoxdur, komissiya var. Ümumiyyətlə brokerlər arasındakı fərqlər aşağı-yuxarı eyni olur. Nə baxımdan? Biri komissiyasını qoyur, spread qoymur. Biri spreadini az qoyur, komissiyanı çox qoyur. Yəni tema burada budur. Amma siz də girib bir maraqlana bilərsiniz ki, hansı broker mənim deməli strategiyama uyğundur, hansı broker mənim ticarət üslubuma uyğundursa, onu özünüz hesablayıb qərarlaşdıra bilərsiniz ki, mənə komissiya ödəmək sərf eləyir, yoxsa spreadin az olması sərf eləyir. Şəxsən mənə komissiya ödəmək sərf eləmir, çünki mən gün ərzində çox pozisiya açıram və hər pozisiyama görə komissiya ödəmək mənə sərf eləmir. Spreadi az olması mənim üçün önəmlidir və komissiyasız olmağı önəmlidir. Mən də bir çox brokerlərdə yatırımlar edəndən sonra bu yaxınlarda yeniliklə Eknesdə yatırım eləmişəm. Deməli Eknes hesablarında Pro hesab, standart hesab, raw spread və zero hesabları var.
Burada gördüyünüz kimi fərqlidir, deməli komissiyası falan. Deyək standart hesabda 20 sentlik bir spread var və komissiya yoxdur. Bu sadə hesabdır. Pro hesabda isə 10 sentlik bir spread var və komissiya yoxdur. Mənim hesabım pro hesabdır. Bu mənə daha uyğundur. Çünki komissiya ödəmirəm və spreadi çox azdır. Təqribi qızılda 11 sentdir. Rast spread hesabım da olub. Bu ümumiyyətlə çox azdır. 3 sent filandır, deməli qızıldakı spreadi. 3 sent həddindən artıq çox azdır və çox sərf eləyir. Yəni zero kimi bir şeydir. Amma bunun komissiyası var. Hər deməli işlem başına, lot başına 3.50, toplamda 7 dollar. Yəni oturub rasxod olaraq hesablasaz ki, misal üçün XM-də bir lotluq əməliyyat açanda mənim rasxodum olur 20 dollar. Bəs deyək ki, A-marketdə necə olur? A-marketdə açdığınız, qoy baxım A-marketdə. A-marketin standart hesabında və yaxud da bu SN hesabında deyək də burada, çünki 12-13 sentdir. 12-13 sent olanda bu gəlir çıxır. Bir lota 12 dollar deməli spread. Bir də burada 2.5 də per side olduğuna görə lot başına hesabladığına görə 5 dollar da buradan. 12 dollar üstə gəlir 5 dollar, eləyir 17 dollar. Bu hesab XM-in ultra low-undan sərfəlidir rasxod baxımından. Yəni məntiqlə bu sərfəlidir. Bəs Eknes'dəki Pro nə dərəcədə sərfəlidir? Bu təsəvvür eləyin. 11 sent spreadi var və komissiyası yoxdur. Bir lota cəmisi 11 dollar səndən tutur yəni. Yəni spread tutur. Başqa heç nə tutmur. Bu yəni mənim gördüyüm brokerlər içində ən uyğun olan spread və komissiya kimi olan şeylərin içində ən uyğunudur. Ticarətimə də uyğundur. Yəni mən çox məmnunam bu hesabdan. Raw spreaddə dediyim kimi 3 sentdir, daha yaxşıdır, spreadi azdır, amma komissiyası var. Yəni oturub hesablayanda 3 sent buradan 1 lota eləyir 3 dollar, üstə gəl 7 dollar da bu 10 dollar. Yəni bu hesab belə XM-dən sərfəlidir. Bundan amma başa-baş gəlir. Prosta burada çox raw spreaddə əgər mən çox işlem açıramsa, daha çox komissiya ödəyirəm. Adamın gözünə çox görsənir. Orada yəni hər gün baxırsan ki, bir dünya səndən komissiya tutublar. Adamın gözünə xoş olmur. Zero hesabda isə %1-ə 5 dollar. Yəni bu da bunu belə yazıblar ki, gözümüzə qorxulu görsənməz. Əslində 5 dollardır bu. 0 spread və 5 dollar. Açılıb bağlanmağına güya ki 10 dollar, amma deyəsən qızılda çoxdur. Yəni bunun da bir yeri var. Orada internetdə yazsaz zero hesab qızıl. Hətta bunun özündə də var. Prosta indi istəmirəm videonu çox uzun eləyim. Təqribi dediyim kimi, lap denemək istəsəz, burada deməli Open Account-da demo hesab aça bilərsiniz. Demo hesabda bir-bir bütün hesablarda açıb, bir-bir spreadi və komissiyasını yoxlaya bilərsiniz. Ən gözəl üsul budur. Çünki hərə bir payerdə işləyir, hərəyə bir şey maraqlıdır. Ona görə də ümumiləşdirib mən burada o barədə danışa bilmərəm. Buradan girib istədiyiniz deməli hesabı seçirsiniz. Bax belə eləyək qoy. Demoya girdiniz burada. Demoda Open Account eləyirsiniz. Open Account-da deyək ki, Pro hesabı keçdiniz. Deməli burada demonu seçirsiniz. Market seçilir. Hansı balansdan başlamaq istəyirsiniz, onu qeyd edirsiniz. Adını yazırsınız hesabın və yaxud yazmırsınız. Leverage-i seçirsiniz. Bu arada Eknes'də unlimited leverage var, yəni sonsuz leverage-dir. Bilmirəm nə dərəcədə o məntiqlidir, amma var belə bir şey. Böyük ehtimal xəbər vaxtı işləmir bu. Yəni xəbər vaxtı 200-ə falan salırlar. Platformanı seçirsiniz, passwordu yazırsınız və hesabı açırsınız. Passwordunuz MetaTrader 5-də logindən sonra yazacağınız password bu olacaq. Logininiz isə bu hesabı açandan sonra sizə veriləcək olan həmin nömrədir. Bu da Eknes'dir. Bir çox dediyim kimi brokerlər var. Hərəsinin bir özəlliyi var, hərəsinin bir hesablanma şeyi var ki, dediyim kimi spread və komissiya arasındakı fərqə görə. Mən Eknes'də işləyirəm. Eknes çünki mənə sərf eləyir. Adam var ki, bu fərqi bilir ki, misal üçün Eknes daha sərfəlidir, amma XM-də yatırımını XM-ə qoyur. Yəni hər kəsin seçimi fərqlidir, amma komissiya, rasxod baxımından əlbəttə ki, Eknes daha sərfəlidir və ticarət üçün əlverişli olan şey mənim üçün budur. Çünki spreadi azdır. Deməli, brokerlərlə bağlı bu qədər. Brokerdə hesab açmağı göstərdim sizə. Ümid edirəm ki, aydın oldu. Hesab necə açılır, demo hesab və yaxud real hesab. Hamısı eyni şeydir. Burada real bassanız real hesab olacaq. Özünüz üçün demo hesab aça bilərsiniz. MetaTrader əlavə eləyə bilərsiniz. MetaTrader haqqında bundan sonraki dərsdə göstərəcəm sizə ki, necə hesaba əlavə edilir, demo hesab MetaTrader'in daxilində necə açılır. Sağ olun, növbəti videoda görüşənədək.